Salamlar, hamınızı xoş gördük. Bugün şirniyyat elədim, axır ki, neçə vaxtı eləmirdim. Bayramdan sonra, bayramda çünki çox oldu, ona görə ondan sonra dedim yeyilməz eləmirdim. Amma indi artıq üstündən çox vaxt keçdi. Şirniyyat artıq neçə vaxt evdə yoxdur, dedim eləyim, yəqin ki, yeyərlər uşaqlar. Evdə şor var idi deyə, dedim şorla nəsə bir şirniyyat eləyim. O da yadıma düşdü ki, mənim nənəm, Zənşan nənəm eləyirdi şirniyyat şorla həmişə. Adında qazayağı deyirdi. Mən elə bildim o özündən elə deyirdi. Amma indi internetdə vurdum, baxdım ki, doğrudan da elə bir şirniyyat var. Adı da qazayağıdır. YouTube-da yazanda çıxır. Mən də yazdım, çıxdı. Ona baxdım reseptinə, ondan elədim. Düzdür, həminki kimi alınmasa da, onda çox dadlı alınırdı. Məndə də pis çıxmadı. Uşaqlar da sevdilər, hamı evdə sevdi, yedi. İnanın heç bir gün çəkmədi. Artıq dünən bişirmişdim, bugün artıq yoxdur. Hamısı qutarıb yeyiblər. Yəni elə çox xoşlarına gəldi. Bu xəmiri eləyib qoymaq lazımdır soyuducuda. 1,5 saat qalsın. Ona görə bunu elədim birinci. Sonra qoydum soyuducuya, sonra başqa bir evdə torta var idi, yağ əritmişdik, tortası qalmışdı. Bir də evdə çiyə var, istədim ondan da nəsə eləyim. Ona görə bunun xəmirini tez elədim, qoydum da soyuducuya. O orada qalana kimi mən bu birisi xəmiri, bu birisi peçenyenin xəmirini elədim ki, onu eləyim, ona kimi də o birisi soyuducuda qalsın. Bu şorru qazayağı peçenyesinə yağla onu umac eləyirik, ovuruq. Sonra üstünə şor qatırıq, vanil, soda qatıb, sonra yumurta qatırıq. Şəkər bunun xəmirinə getmir. Sonra qarışdırırıq. Əslində yumurtanı vurandan sonra qarışdıranda adama elə gəlir ki, azdır yumurtası. Bu xəmir bəlkə olacaq, amma artıq qarışandan sonra tam bir kütlə olandan sonra görürsən ki, yox, yaxşıdır xəmir. Qabın içində onu qarışdırmaq alınmır. Mən tökdüm bu mebelin üstünə. Orada tamam yaxşı qarışdırdım, bir kütlə oldu. Ondan sonra qoydum soyuducuya. Bu da o birisi şirniyyatdır. İndi də bunu eləyirəm. O birisinin xəmirinə elədim, artıq qoydum soyuducuya. İndi başladım bunu eləməyə. 2 peçenye eləsəm də az eləmişəm. Hərəsindən bir list çıxdı. Özüm az elədim ki, birinci dəfə də eləyirəm. Görüm necə alınır. Yaxşı olsa gələn dəfə çox eləyərəm. Bu da tortala eləyirəm bunu. Adi yumurta tortadır. Biraz çiyə vurdum. Evdə var idi. Ona xama da deyirlər. Biz çiyə deyirik sadəcə. Ondan da vurdum. Şəkər, un, soda, bir də vanil. Bunları qarışdırdım. Yaxşı peçenye alınır. Vəbşi mən tortalı olan peçenyeləri çox sevirəm. Yasəmən nənəm onu həmişə eləyərdi. Biz yağı əridəndə həmişə onun tortasından peçenye eləyirdi. Çox sevirdi onu, çox. Elə bir uşaqlığımın o peçenye dadıdır. Həmişə mənim ağzımda qalıbdı o dad, elə bil ki. Ona görə dedim torta var ikən qoy eləyim. Bu tortadır. Bunu tökdüm yumurtanın içinə ki qarışsın. Bu da çiyədir. Çiyəni də qatdım. Çünki torta az idi. Torta çox olsaydı heç bunu çiyəyə ehtiyac yox idi. Amma sadəcə torta az olduğu üçün bundan da tökdüm ki, yağı az olmasın. Çox da qəşəng bir peçenye alındı. Uşaqlar çox bəyəndilər. Sevə-sevə də yedilər. Məktəbə də apardılar. Hərəsinə 3 dənə qoymuşdum. 3-ünü də yeyiblər hamısını. Yəni demək istəyirəm ki, çox qəşəng bir peçenye alındı. Siz də eləsəz inanıram ki, çox bəyənərsiniz. Və artıq bu xəmiri də soyuducudan çıxartdım. Bunu belə bölürlər. Əslində bunu 2 yerə bölüb yekək gündə xəmiri açırlar. Sonra nə ilənsə yumru bir stakanla mı, kasanla mı onu yumru kəsib, sonra şəkərə qatıb, batırıb qatdalayırlar. Amma mən elə balaca kündələr eləyib bir dəfəlik elə yumru açıb belə elədim.
bu xəmirin özündə şəkər yoxdur deyə bunu belə şəkərə qatmaq lazımdır. Bu kağızı da yağlı kağızda internetdən öyrənmişəm. Bunu belə əzif sonra qoyurlar, onda durur. Yoxsa düz qoyanda listin içində durmur, belə dik durur. Amma bunu əzif qoyanda daha rahat olur. Xəmir də biraz yapışan xəmirdir, yapışır. Amma yenə də un vurmuram ki, çünki un vuranda ona şəkər yapışmaz. Şəkəri batıranda şəkər ona yapışmır. Amma belə unsuz eləyəndə yapışan xəmirdir deyə şəkər də yaxşı yapışır, qəşəng olur. Şəkərlidir deyə altı biraz yanan kimi oldu, amma çox yanmadı. Yəni elə də çox yanmadı. Prosta şəkər var idi deyə biraz ötdü altı. Mən də biraz çox bişirdim ki, içi də pişsin. Amma çox dadlı və görünüşü də qəşəngdir. Uşaqlar da bəyəndilər. Dadı da çox əladır. Bugün istəyirəm buranı yığım. Bunun üstünə yığıram mən hamısını Saraya görə. Çünki Sara artıq bura əli çatır. Buranı açır, çıxır bura. İçini də dajı yazıbdır. Hər yeri yazır. Çıxır ora, sonra götürür bunları. Ona görə güzgün qabağına heç nə yığa bilmirəm. Ucu götürmüşəm. Hamısını bunun üstünə istəyirəm yığım ki, Saranın əli çatmasın. Burada da ucu bunları götürdü, dağıtdı, ağladı deyə əlindən ala bilmədim. Biraz oynatsın, sonra götürüm. Bunları qızlarım, burada kurs var. Orada master klass olmuşdu. Ora getmişdilər keçən il 8 martda. Bunu orada rəngləyib mənə hədiyyə gətiriblər. Ona görə mən də elə belə saxlayıram. İçinə kosmetikanı yığıram, belə qabdır. Elə nə bacarıblar, elə də rəngləyiblər. Amma yenə də mən yadigar saxlayıram bunları.
Saranın əlindən ancaq belə yığa bildim. Düzdür, səliqəsiz oldu. Yenə də neyniyim, bura qoya bilmirəm. Çünki burada hər şeyi Saranın əli çatır, ona görə. Bunları yenə qoyuram. Bunları götürsə də heç nə eləyə bilmir də. Eləcə götürür, sonra qaytarır yerinə. Amma burada artıq qırılan şeylər var deyə onları məcbur bura qoyası oldum. Yuxarıya ki, əli çatmasın.